elektrikli avtomobili olanlara. Bu zonalarda çox problemdir. Bura, sen geldin bura. Dımdım halvası. Ne? Dımdım halvası. Bu birbaşa dəvətnamədir, bildin də nə? Sağ ol qaqa, sağ ol, var olasın. Gəldik qaxa, qaxda maşın dedi biraz zayətkiyə qoyaq. Çünki 23% var idi, amma yeri var idi, həm də hava da yaxşıdır. Belə bir Ayvoltun zayətdə yeri var. Bu dayan dincəl, yol üstü deyirlər, belə bir möhkəm. 28 qəpikdir 1 kilovat, məncə çoxdur. Çox bahadır. Bir də bu arada deyim sizə, yəni elektrikli avtomobili olanlara və plug-in hibrid olanlara bu zonalarda çox problemdir. Ümumiyyətlə Bakıdan kənara çıxdan çox yerdə problemdir. Artıq bir neçə hal bununla rastlaşmışam. Hələ ki bu sahədə inkişafımız biraz zəifdir. Biraz bura əl gəzdirmək lazımdır. Enerjiya qənaət eləmək olar, amma da belə də yox da. Oy, nə gəzəcəksən? Nə təsən? Hamısında balası var ya, bu nə sezondur belə? Ha, hardadır sənin balan? Hardadır sənin balan? Oy, nə tər sakitdir hələ. Oy, şirindir, şirin. Elektrikli avtomobili olanlar Bakıdan kənara, ümumiyyətlə onsuz da mən bilirdim onu. Yəni problemdir, ona görə də məsləhətdir ki, benzinli avtomobillə gəlin. Elə yolumuzun üstü yol üstü. Həm də biraz şarj olsun, 70-80% bəs eləyir. Yolumuz çünki çox uzun deyil, 1 saatdır. Bu belə. Sen geldin bura, sen geldin bura. Şirin, sen geldin bura. Ay Şirin. Senin adın nedir? Deməli 85% yığıb 3 manat 67 qəpik. İsmaildadırlar. Dedik bəsdir. Yəqin ki Şəkidə də olacaq. Yolumuza davam edək. Üzü Şəkiyə tərəf. İndi qalxdayıq. Gedək maşınla çıxardıq Zaryatkadan. Allah'tan hava yaxşıdır. Hava superdir. Hava superdir. Super başqa şeydir, bu superdir hava. 3 manat 72 qəpik. Hesat, saxlayaq bunu. Hələ buraxmır. Ne oldu? Benzin vurduq. İndi enirik, gedirik. Ha, gedirik.
Hal-hazırda biz Şəkidəyik. Bildiyiniz kimi Şəki 18-ci əsrimizin ChatGPT yazır öz deyəcəksiniz. VMF də var. VMF Bakıda bağlanıb, burada bağlanıb. Bəzi faiz endirimi var. Faiz gəldi. Alıb saat. Hə. Burada istəyirəm indi. Burada yemeğini istəyirəm. Hə? Gəl də elə bir baxaq da bura. Yəni ki. O da qiymətdən çalan yox da, hələ o. Qapılar qəşəngdir, ləzzət edir qapılarına. Böyle Allah haqqı. Burada icarəyə verilir. Kim istəsə gəlsin, götürsün. Özüm öyle. Yüksəkdir. Nesi yoxsun? Kokusu qəşəngdir. Ha? Sən götürürsən. De bu da bax, nə idi? Bu nə idi? Yadımdan çıxdı. Darçın. Darçın. Şəki ümumiyyətlə bu şeylərin məşğəldir. Şirniyyat zat. Makadamiya fındığı. Atışdırmalı. Makadamiya fındığı var. 3 manata bu qədər. Yaxşıdır. Dadına baxmaq üçün yaxşıdır, yəni yeyənlərə. Hə. Bu nə idi? Yadımdan çıxır. Yapon fındığı. Qabıqlı. Hə, hə, yapon qozu. Ay sağ ol. Tural bundan istəyirdi 70 manata. Hə, yaxşı yerdən tapıyor, halal olsun. Tural, gedəndə 3-4 dənə götürəydim də ondan. Bu da modelini görsən şeylə. Maşına nəzətdir. Bir manata var. O yox, dadın deyil. Dadın deyil. Hamısı tatlı da kurban olsun. Yəni adi çörəkdir də, yəni. Nazik de var, qalın da var. Ac deyil, prosta dadına baxmaq istəyirik. Deyirəm Ən dadlı hansı ondan eyni bir? çörəklərdə, yəni Bakı çörəyi kimidir, görəsən, yoxsa içinə başqa şeylər qatırsınız. Başa düş. Birimiz ailede çöreğimizin tadı da. Nətərdir? Bu qəşəng. Təmiz yağmadı, nəhrə yağı ilə. Ablacıya kızım, sen ablacıya. Bizde hamur var, aça bilmiyorum bu var. Hə, hava olmasın deyə. Bax. Ən salamatı deyil, gəl içərdən baxıyorsun. Təmiz tema. Əlinlə deyil, salı verincə. Gəl bir dəfəlik bax. Sakitçidir, bugün bazar gün çox sakitçidir Şəki. Şəkin bəlkə də belə halını çox az adam deyib. Görürsün, maşın deyilən şey yox. Görün, nə zordur. Gəl. Ha, nə aldın axırı? Qara çörək. Ne tadı var? Ne tadı var işte de. Ama o iyisi başka geldi. Hı? İyisi başka. Ha? Həqiqi düz deyil, çörəkdir, bərəkətli qurban olma, amma yani bulka yiyeceğim. Çörək şimdi. Aksaqqal mırtıydı ama. Çörək dedi. Ne qeyri-adilidir ya. Vay, bu nə doktor sürsən var. Şey, Japonlar da bu arada çox məlumatsız ola bilərəm, yəni elə bir şeylər eləmir, vinç eləmir, məlumat verir sadəcə. Ya biləm, bütün Azərbaycanı yarısı axtarışlarım. Bilirəm. Şəkidə belə şey öyrəşmişik, bilirsən. Şəkərim var mənim, amma burada keçmək olmurdu ondan. Şəkər azra xeyirdir. Daha da düzəldir. Onun yerimi keçmək olmur burada. Həqiqətən yəni kişinin yəni adam şəkər olsa, biz səhər axşam dimağını qabı Nə götürsün? Burada da baba alması 8 manatdır. Bu qaymaqlı toz fındıq badamlıdır. Bu 16 manat. Xoş gəlmişsiniz qardaş. Qaymaqlıdır. Bundan belə verir. Bu dədə babadır, hə? Dədə baba. Bunlar isə hədir dədə baba. Gəl balarıq. Dədə baba ən yaxşısı olur. Çox sağ ol qardaş, minnətdarım. İşin avanda olsun, satışın bol olsun. Bu nə elədir bəs belə?
Dımdım halvası. Nə? Dımdım halvası. Nə də üstünlüyü nədir? Ha, eyni şeydə dadı biraz fərqli var da, hə? Bunda böyle başka. Ha, doğrudan hə, bunu da görmüşdüm ya şeydə. Şeydir deyə qaymaqlı yumuşaqdır bax. Buyur bacım. Baxsam bax. Götürürüz. Tüp ama bu mesela. Bununla mən keç. Neçədir? Bu 13 manat. Bu birbaşa dəvətnamədir, bildin də nə? Sağ ol qaqa, sağ ol, var olarsan. O qaymaqlı var, Qaymaqlı yaxşı, bu çox şeydir. Bəhli, yağ da verir. Qaymaqlı yumuşaqdır, yumuşaq. Lokum kimidir. Nə qədər şəkilli yerdir. Ay bu ne güzel geldi. Sağ ol Turkan. Peki geldin sen de. Turxana buradan göndər, sağ olun. Sağ ol. Ged orada şəkili çəkim. Aynı sim radyo da işləyir, aynı sim radyo. Hayır. Bu bizim milli oğlanımızdır. Bu milli xəyaladır. Heç uyğun gəlmir Allah. Hə, yaxşıdır. Yaxşıdır. Aynı sim radyo mu? Deyli indiyə. Maraqlıdır. Bayaq saxlamağa yer yox. İndi buna bax, bomboşdur buralar. O sürəm yandırdı işlə. Oy. Mən başım Qapı qopardım. çeyrəmə, həqiqətən. Bu, hə, Alıp gəncə yapacağım bunlar. Evdə yerik. gözünüz də insanlıq göz. Ay, evimizdə. Bakıda evdə də oturanda stres insanın içində olur. Başda dad var, insaf olan yerdə. Yəni bu qədər deyil. Xaricilər çox gəldi. Oh. Kofe içənlər çox gəldi, ona görə. Çalağa dedim də bu yuxarı qalxında mən bütər eləyəcək. Jilet. Saxsı. Bitdi qabları. Çalağaylar. Burada çox olmuşam, amma hər dəfə yanında olmaq istəyirəm. Çünki ab havası başqadır. Çəkənə var. Bak sen de oturuyorsun. Ara görsem de baş düşüyor. Burada sonra. Orada şəkil çəkirlər. Şəkil hələ çəkirlər. Siz sağ.
Şəhçiyə gelsən getmirsən. Deyim Molla gördü, Quran yaddan tutub. Gəlmişik Qaqari restoranına, həmişə kimi piti, sarımsağı, turşusu, soğanı. Bir belə dolma sifariş eləmişik, deyir ən məşhur dolmadır. Duzu dolma mən burada yeməmişəm. Bir də pitidir o işte quş qabağımızdadır. Dadına baxacağıq, siz də dadına baxın gələndə. Nətərdir ilk dadı? Dadlıdır mı? Sinema yerdən qəşəng olur. Yox, biber məsləhət görmürəm. Kim acı yersə yesin, məsləhət görmürəm. Amma bugünkü yeməyimiz də bu. Şəkinin özünə məxsus yeməyidir, amma həqiqətən şəkə gələndə piti yemək lazımdır. Çünki şəkə gəlib piti yeməsən, yəni şəkə gəlib piti istəyirsən, onu demək istəyirəm. Dadı yaxşıdır. Hər kəsə gəlməyə məsləhət görürəm. Amma bugün şəki tamam başqaydı. Bazar günü idi, bilmirəm. Yoxsa sezonun sonlarıdır, bilmirəm. Çox sakitçi idi. Əvvəlkidən də çox xoşum gəldi Şəkidən. Həmişə adam çox olurdu, rahat gəzib eləmək olmurdu. İndi hara gedirsən sakitçilik, adam az, restoran onun kimi, hər yer. Qiymətləri də deyəcəm bugünkü gün üçün. Piti 8 manat, dolma 6 manat. Bu zaman desən yarı-yarı oldu da bunlar. Yox, Yox, elə eyni də, tamdır, hə. Tam olaraq indi turşu muşu bilməm, axırda qiyməti sizə deyərik sonda. Nuş olsun, siz də gələndə sizə də nuş olsun. Qərəli. Ay xəstələr, uy! İndi dolmanın dadına baxaq görək də tək dolmanın dadı. Düzdür, toxam. Xəyrə görür. Dolmanın dadına bax. Bu sarımsaqlıydı, hə? yox, sadə. Çox normal da. Normal imiş, mən biraz sarımsaqlı dedim. Yox, məndən video çəkən çıxmaz. Vlog çəkən çıxmaz. Amma qatıq niyəsə mənə bu qabın balacaları olur ya, onda elə bir lap dadlı olur. Baxaq, ekməksiz ötür gitsin. Görək dolmanın, sizin dolmalardan nə fərqi var? Yumuşaqdır. Duz var yerindən durur. Məsləhətdir, yemək olar belə gələndə. Ona görə dolmasından az çıxarıb da. Qabına özəldir da. Həzm pişir yeməyi. Biz də qablardan Dadı gözəl. Yox, bizdə fırın yoxdur axı. yaxşıdır. Duş olsun.